İş adamı Şərurlu İsfəndiyar mətbuata çıxıb giz-giz danışandan sonra yaranan qalmaqalların gedişində Qənimət Zahid nə demişdi sizə? Demişdi ki, bunun başını kəsmək məqamı yetişib, özü də fərqindədir və buna görə çırpınır. Yəni, eyni ilə belə deməmişdim, amma bu anlama gələn başqa ifadələrlə söyləmişdim. İndi buyurun, İsfəndiyar haqqında yazılan, yayılan xəbərlərə baxın. Xüsusi ittiham qaydasında məhkəməyə verilən Şərur MTK-nın sahibi İsfəndiyar Axundovla, yəni Şərurlu İsfəndiyarla bağlı növbəti məhkəmə prosesi keçirilir. İsfəndiyar Axundov Binəqədi rayon məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesə qatılıb. Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci böhtan və 148-ci təhqir maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Ötən prosesdə xüsusi ittiham qaydasında şikayət verən iş adamı Emil Səməndərovun müdafiəçisi Asim Abbasov İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı vəsatət vermişdi. Məhkəmə vəsatətin baxılmamış saxlanılması ilə bağlı qərar qəbul etmişdi. Adamı indi xüsusi ittiham qaydasında məhkəməyə çəkiblər və bu o deməkdir ki, biznesinə əl qoyulur. Ona izah edirlər ki, sənin hesab etdiyin biznes əslində sənin deyil, tərbiyəçinindir və bunu tamam kamal anlayan kimi səndən əl çəkəcəklər. Necə ki, Yasamalda buldozerlə uçurulan evin yaratdığı səsküydən sonra iş adamı Qalib, neydi onun soyadı? Nurullah oğlu Məmmədov haqqında demişdim. Onun haqqında da demişdim ki, Bəylər Əyyubovun çardağının altına sığınmasına baxmayaraq, Cənab Məmmədovun da zamanı yetişib, özü yetişdirib və onu da tutub boğacaqlar. Tutdular, atdılar içəri, içəridə təhvil təslim etdilər və necə səsküy ilə tutmuşdularsa, 2 gün əvvəl eləcə səssiz, sədasız buraxdılar ki, ged, başını lazım olduğundan da biraz aşağı sal və küllən özün üçün. Bu iş adamları ilə bağlı yeni qalmaqallar seriyası bilirsinizmi nəyə görə xüsusi olaraq nəzarətə götürülür? Bunların bir çoxu hələ indi də gerçəkdən belə düşünürlər ki, nəzarət etdikləri biznes onların özünə məxsusdur. Bunları başa salmaq üçün də bir qədər ekstravagant metodlardan istifadə etmək lazım gəlir. Heç nə sizin deyil. Azərbaycan ərazisində bütün biznes bir ailəyə aiddir. Yerdə qalanlar heç kimdir və heç nədir.